Salam değerli izleyiciler, 17 sentyabr tarixli olan hava proqnozunu diqqətinizə çatdırıram. Bu arada qeyd edeyim ki, YouTube kanalımız artıq 150 minə yaxınlaşır və orada zəng işarəsi, yəni abunə ol sözü görürsünüzsə bir dəfə üzərinə vurub kanalımıza abunə ola bilərsiniz. Değerli izleyiciler, sentyabrın 17-sində Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə ara bir yağış yağacağı gözlənir. Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 16-19, gündüz 20-23 dərəcə isti təşkil edəcək və bölgələrdə də bəzi yerlərdə ara bir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 13-17, gündüz 17-22 dərəcə isti olacaq. Dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti təşkil edəcək.